Əl-Muminun, Möminlər Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Möminlər həqiqətən də nicat tapmışlar. O kəslər ki, namazlarında mütidilər. O kəslər ki, sözbazlıqdan qaçırlar. O kəslər ki, zəkat verirlər. O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar. Zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa, həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar varis olanlardır. O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar, onlar orada əbədi qalacaqlar. Həqiqətən biz insanı palçıq gövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq. Sonra o qandan bir parça ət yaratdıq. Sonra o bir parça ətdən sümüklər yaratdıq. Sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır. Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz. Sonra da qiyamət günü dirildiləcəksiniz. Biz sizin üstünüzdə 7 göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq. Biz göydən lazımı qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, biz onu yox edə bilərik. Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır. Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir. Həqiqətən ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız. Həqiqətən biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məyər qorxmursunuz? Qövmünün kafir zadəganları dedilər. O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin. O dedi, ey Rəbbim, onların məni yalançı saymasına qarşı mənə kömək et. Biz ona vəhy etdik. Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi əleyhinə hökm verilmiş kəslər istisna olmaqla öz ailəni gəmiyə mindir. Zalimlar barəsində mənə müraciət etmə, çünki onlar suya qərq olunacaqlar. Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de, bizi zalim adamlardan xilas edən Allaha həmd olsun.
Həmçinin de ki, ey Rəbbim, məni mübarək bir yerə çıxart, sən yer verənlərin ən yaxşısısan. Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən biz qullarımızı beləcə sınağa çəkirik. Onlardan sonra isə başqa bir nəsil yaratdıq. Onlara da özlərindən bir elçi göndərdik. O dedi, Allaha ibadət edin, sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məyər qorxmursunuz? Qövmünün kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər. O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itayət etsəniz, mütləq ziyana uğrayarsınız. O sizə ölüb torpağa və sürsümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızı mı vəd edir? Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq. Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölüb dirilirik, birimiz ölür, digərimiz anadan olur və biz dirilməyəcəyik. Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik. O dedi, ey Rəbbim, onların məni yalançı saymasına qarşı mənə kömək et. Allah dedi, onlar tezliklə peşman olacaqlar. Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar. Onlardan sonra başqa-başqa nəsillər yaratdıq. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar. Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib, əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər. Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik Fironun və onun əyyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər. Onlar dedilər, bunların tayfası bizə kölə olduğu halda biz özümüz kimi 2 adama inanacağıq. Beləliklə onları yalançı saydılar və həlak edilənlərdən oldular. Biz Musaya kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər. Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik. Ey elçilər, halal neymətlərdən yeyin və yaxşı işlər görün. Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm. Həqiqətən bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə məndən qorxun. Lakin onlar öz dinini aralarında parçalayıb, firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. Sən onları bir müddət öz cəhaləti içində burax. Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik. Xeyr, onlar bu işin fərqinə varmırlar. Həqiqətən Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
Rəbbinin ayələrinə iman gətirənlər, Rəbbinə şərik qoşmayanlar, Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər, məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir kitab vardır. Onlara zülm olunmaz. Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar. Onlara deyiləcək, bugün fəryad qoparmayın, qətiyyən, biz sizə heç bir köməklik göstərməyəcəyik. Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. Həm də Kəbə ilə təkəbbürlü edir, gecələr toplanıb, yaramaz sözlər danışırdınız. Məyər kafirlər bu söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? Yoxsa onlar özlərinə göndərilmiş elçini tanımayıb, buna görə də onu inkar edirlər? Yaxud o cinlidir deyirlər? Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, biz onlara zikr gətirdik. Onlar isə özlərinə verilən zikirdən üz döndərirlər. Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır. Sən həqiqətən də onları doğru yola çağırırsan. Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar. Əgər biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar yenə öz azğınlıqları içində sərgərdan gəzəcəklər. Biz onları əzabla yaxaladıq. Onlar yenə öz Rəbbinə boyun əymədilər. Ona yalvarıb yaxarmadılar. Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapılacaqlar. Sizin üçün qulaq, göz və ürəklər yaradan odur. Siz çox az şükür edirsiniz. Sizi yer üzündə yerləşdirən odur. Siz onun hüzuruna toplanacaqsınız. Dirildən də, öldürən də odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi ona aiddir. Məyər bunu anlamırsınız? Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər. Onlar dedilər, məyər biz ölüb, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyik? Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil. De ki, əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir? Onlar Allahındır deyəcəklər. De ki, bəs düşünüb ibrət almayacaqsınız? De ki, 7 göyün Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir? Onlar Allahdır deyəcəklər. De ki, bəs qorxmursunuz? De ki, əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən,
özünün isə himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahdır deyəcəklər. De ki, bəs necə olur ki, aldanırsınız? Xeyr, biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar. Allah özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların ona aid etdikləri sifətlərdən uzaqdır. O, qeybi və aşkarı biləndir. Allah müşriklərin ona qoşduqları şəriklərdən çox ucadır. De ki, ey Rəbbim, əgər onlara vəd olunanı mənə göstərəcəksənsə, məni zalım adamların içində qoyma, ey Rəbbim. Sözsüz ki, biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik. Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De ki, ey Rəbbim, şeytanların vəsvəsələrindən sənə sığınıram. Onların mənə yaxınlaşmalarından sənə sığınıram, ey Rəbbim. Nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyər, ey Rəbbim, məni geri qaytar, bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm. Xeyr, onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar. O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məyər mənim ayələrim sizə oxunmurdumu? Siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər, ey Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir cəmaat olduq. Ey Rəbbimiz, bizi oradan çıxart, əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də zalım olarıq. Allah buyuracaq, orada alçalmış vəziyyətdə qalın və mənə heç nə deməyin. Həqiqətən qullarımdan bir zümrə var idi ki, onlar, ey Rəbbimiz, biz iman gətirdik, bizi bağışla, bizə rəhm et, sən rəhm edənlərin ən yaxşısısan deyirdilər. Siz isə onları məsxəriyə qoyurdunuz. Sonda bu məsxərə məni yada salmağı belə sizə unutturdu. Siz onlara gülürdünüz. Bugün mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır. Allah kafirlərdən yer üzündə neçə il qaldınız deyə soruşacaq. Onlar, bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş deyəcəklər. Allah deyəcək, siz orada çox az qaldınız. Kaş bunu biləydiniz. Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt bizə qaytarılmayacaqsınız. Haqq hökmüdar Allah hər şeydən ucadır. Ondan başqa ibadətə layiq olan
heç bir məbud yoxdur. O, şanlı ərşin Rəbbidir. Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar. De ki, ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan. Ən-Nur, Nur surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bu, bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız. Zinakar qadının və zinakar kişinin hər birinə 100 çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun. Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu haram edilmişdir. İsmətli qadınları zinada günahlandırıb, sonra 4 şahid gətirməyən kəslərə 80 çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Arvadlarını zinada günahlandırıb, özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair 4 dəfə Allahı şahid tutması, 5-ci dəfə isə əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair 4 dəfə Allahı şahid tutması, cəzanı ondan dəf edər. 5-ci dəfə, əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin deməlidir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və müdrik olmasaydı, yalan danışanlar Allahın lənətinə gələrdilər. Şübhəsiz ki, Ayşə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-birləri haqda yaxşı fikirdə olub, bu açıq-aydın bir böhtandır demədilər? Nəyə görə onlar buna dair 4 şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalancıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedikodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
Ne üçün siz onu eşitdiyiniz zaman bizə bunu danışmaq yaraşmaz? Allahım, sən pak və müqəddəssən, bu çox böyük bir böhtandır demədiniz. Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah öz ayələrini sizə belə izah edir. Allah biləndir, müdrikdir. Möminlər barəsində iyrənc şayələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhimli olmasaydı, yaydığınız şayələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əhv edib bağışlasınlar. Məyər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhimlidir. Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir. O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın aydın haqq olduğunu biləcəklər. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdilər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdılar, onları bağışlanma və bolluca ruzi gözləyir. Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə düşünüb ibrət alasınız. Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə oraya girməyin. Sizə qayıdın deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir. İstifadə edə biləcəyiniz və yaşayış üçün olmayan evlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli salih kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfi ilə onları varlı edər. Allah lütfi ilə genişdir, biləndir. Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfi ilə onları varlandırana qədər ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən özünün azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, əgər onlarda bir xeyir görürsünüzsə, istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bağışlayar və rəhm edər. Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib gedənlər barəsində məsələlər və müttəqilər üçün öyüd nəsihət nazil etdik. Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçıya bənzəyir. O çıraq şüşənin içindədir. Şüşə isə sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən, daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir. Bu nur Allahın tikilib ucaldılmasına və içində öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam ona təriflər deyirlər. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın. Onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir. Kafirlərin əməlləri
səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqqı hesab çəkəndir. Yaxud onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər. Onun da üstündə bir bulud vardır. Bir-birinin üstündə olan qaranlıqlar. İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. Məyər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd sənasını bilir. Allah onların nə etdiklərini bilir. Göylərin və yerin mülkü Allaha məxsusdur. Dönüş də Allahadır. Məyər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kör etsin. Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən bunda bəsirət sahibləri üçün bir ibrət vardır. Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi 2 ayaq üstündə gəzir, bəzisi də 4 ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldir. Münafiqlər Allaha və Peyğəmbərə iman gətirdik, itayət etdik deyirlər. Bundan sonra isə onlardan bir dəstə üç çevirir. Onlar mömin deyirlər. Aralarında hökm vermək üçün Allahın və onun elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üç çevirir. Onlar haqlı olsaydılar, itayət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlik mi var? Yoxsa onlar şübhəyə mi düşüblər? Ya da Allahın və onun elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalimdırlar. Aralarında hökm vermək üçün Allahın və onun elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq eşidirik və itayət edirik demələridir. Nicat tapanlar da məhz onlardır. Allaha və onun elçisinə itayət edənlər, Allahdan qorxub çəkinənlər, məhz onlar uğur qazananlardır. Münafiqlər Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq döyüşə çıxacaqlar. De ki, and içməyin, itayətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. De ki, Allaha və Peyğəmbərə itayət edin. Əgər üç çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir. Siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itayət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yeryüzünün varisləri edəcək, möminlər üçün onların özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar mənə ibadət edir və heç nəyi mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər, məhz onlar fasiqlərdir. Namaz qılın, zəkat verin və Peyğəmbərə itayət edin ki, sizə rəhm edilsin. Kafirlərin yer üzündə Allahdan yaxa qurtara biləcəklərini zənn etmə. Onların sığınacaqları yer oddur. Ora nə pis dönüş yeridir. Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi buluğa çatmayanlar yanınıza girmək istədikdə, qoy 3 vaxtda sizdən izin istəsinlər. Sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu, sizin çılpaq ola biləcəyiniz 3 vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına icazəsiz girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah biləndir, müdrikdir. Sizin uşaqlar da həddi buluğa çatanda qoy özlərindən əvvəlkilər yanınıza girmək üçün izin istədikləri kimi izin istəsinlər. Allah öz ayələrini sizə belə izah edir. Allah biləndir, müdrikdir. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah eşidəndir, biləndir. Kora, çolağa bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz. Möminlər ancaq Allaha və onun elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda, ondan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər sözsüz ki, Allaha və onun elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən Allah bağışlayandır, rəhəmlidir. Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının onun hüzuruna qaytarılacaqları günü bilir.
Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. Əl-Furqan, Haqqı batildən ayıran surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Göylərin və yerin səltənəti ona məxsusdur. O, özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. Kafirlər isə onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. Kafirlər, bu, Mühəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər, dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar, bu keçmişdəkilərin nağıllarıdır. O, bunları başqasına yazdırmışdır. Bunlar səhər axşam onun özünə oxunur, dedilər. De ki, onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən o, bağışlayandır, rəhimlidir. Onlar dedilər, bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötürü bir bağı olmadı? Zalimlar, siz ancaq sehirlənmiş bir adamın ardınca gedirsiniz, dedilər. Gör, sənə aid hansı məsələləri çəkdilər. Onlar haqq yoldan azdılar və bir daha o yolu tapa bilməyəcəklər. İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır. Lakin onlar qiyamət saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötürü yandırıb yaxan bir od hazırladıq. Onlar cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Onlar əlləri boynunda bağlı halda cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər, bugün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin. De ki, bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət bağı? Onlardan ötürü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız? Yoxsa onlar özləri azdılar? Onlar deyəcəklər: Sən pak və müqəddəssən,
Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrüyə çevrildilər. Kafirlərə deyiləcəkdir: onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq. Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbr edə biləcəksinizmi? Sənin Rəbbin görəndir.